Herkese salam dostlar. Yepyeni videolar, yeni konseptlə karşınızdayım. Bugün yapay zeka V3 videolarının düzəldilməsi haqqında danışacağım. Yəni bu gördüyünüz görsəllərlə, bu gördüyünüz həqiqi insanlara oxşar videolar necə düzəlir, həm də pulsuz şəkildə. İlk öncə videoya tam keçmədən öncə hər kəs videoya diqqətlə baxsın ki, çünki orada pullu versiyası da var, pulsuzu da. Mən axıra kimi izləməyinizi tövsiyə edirəm ki, pulsuz şəkildə siz də videolar düzəldə bilərsiniz, həm də ideal şəkildə. Google V3 yazanda çoxlu şəkildə videolar çıxır, amma təəssüf ki, bunların hamısı pulludur. Proqramı tapdım, yəni V3 ilə demək olar ki, eyni video konseptlər düzəldir, həm də alt yazıları mümkündür. Tapdım, indi isə sadəcə bizə mətin lazımdır. Gəlin mətini də hazırlayaq. Bilirsiniz, mətni pulsuz şəkildə hazırlamaq üçün ChatGPT-yə istifadə edəcəyik. Video konseptini yuxarıda yazdım və yapay zeka ilə YouTube videosu üçün mənə mətin ver dedim və burada görürsünüz, verdi. Verdiyi mətni burada seçirəm və üstündən basıb saxlayıb mətni kopyalayıram. Kopyaladıqdan sonraki mərhələ isə App Store-a girik, InVideo .ai yazırıq və görürsünüz, burada ikinci çıxana yükləyirik və giriş eləyəcəyik. Gördüyünüz kimi giriş elədikdə Gmail gəlir. Gmaildə burada olur. Mən giriş elədim. Account yerində olur burada. Orada giriş eləyirik və belə yer gəlir. Create all video, yəni video yarat. Library kitabxana olur. Bu da bugün yaratdıqlarınız şeylər düşür. Yəni arxiv kimi axtara bilərsiniz. Görürsünüz, indi qaydırıq evə, gördüyünüz kimi. Burada create all videoya basırıq. Burada gəlir ki, invite all video, yəni yaradacağınız videonun konseptini yazın. Burada bayaq ChatGPT-dən götürdüyümüz mətni kopyalayırıq bura, görürsünüz, bayaq kimi. Sonra görürsünüz, burada 32.000 mətin yaza bilərsiniz, yəni belə deyək də, bir 10, 15, 20 dəqiqəlik videolar yarada bilərsiniz. Burada görürsünüz, göy işarə var, ox işarəsi, ona basırıq. Buna basdıqdan sonra videonu analiz edir, yəni ki, videonun konseptini necə yaradacağını fikirləşir və əsas hissələrə bölür videonu. Burada görürsünüz, analiz alındı, Zinks digər şeyləri fikirləşir, stili, yəni stil formasını və görürsünüz, başlığı V3 həqiqətən və keyfiyyətin ünvanı. Belə hazırladı, mən videonu verdim. Bəzi sözləri dəyişə bilər, amma o problem yaratmır yəni sizin üçün. Yəni sözləri öz təxəyyül formasında yaxşı mənada hazırlayır. Ola bilər ki, biz hansısa sözü səhv yazarıq və nəysə olar, onu düzənləyib hazırlayır. İndi gəlin videonu çox şey eləməyim. Bunlar da hazırlansın, asıb göstərəcəm. Söz burada hazırlandı. Stock media var, bir də generative media var. Stock media yəni sosial mediamız, bu da generative mediası opşi sosial medialar üçündür. Burada görürsünüz YouTube Face, Azərbaycan Yos və Turk CX. Bu Azərbaycanı seçirik. İraq deyirəm, normalı seçirik. Platformundakı YouTube üçün seçirik və continue'ya davam edə basırıq. Burada görürsünüz, generatif var, $120, yəni belə daha olğun şəkildə olan videolar var. Bir də free pulsuzu. Continue free seçib davam edə basırıq və burada gözləmə yazılır və videonu hazırlayacaq. Video hazırdır, amma video baxmamışdan öncə zəhmət olmasa hər kəs kanala abunə olub, bildirimləri açmağı unutmasın. İndi isə keçək videoya. Görürsünüz, burada loading video yazılır və video yüklənir. Burada edit edib düzənləmək də olur videonu sonradan. Doblanda da basıb yükləmək olur. Video belədir, gəlin baxaq ilk öncə. Minlərlə maraqlı insan VO3-ə axın edir. Çox sadədir. İnsanlar əsl hekayələr və dürüst araşdırmalar istəyirlər. VO3-də siz maraqlı videolar, cəsarətli araşdırmalar və heyrətamiz sosial eksperimentlər tapa bilərsiniz. Hamısı sizin üçündür. İndi abunə olun, zəng işarəsinə basın və həqiqəti və keyfiyyəti dəyərləndirən bir cəmiyyətə qoşulun. VO3, reallığın həyəcanla görüşdüyü yer.
Gördüyünüz kimi, yəni bu tip videolar da düzənləyə bilərsiniz, amma o tip videolar düzənləsəz, belə deyək, yəni sizə məxsus işi olmayacaq. Yəni necə? Yəni digər şəxslər də götürüb paylaşacaq. Mən bundan əlavə bir dənə də video düzəltdim. Orada da sırf mənə aid olduğunu göstərir videonu. Gəlin onu da izləyək. Viral videoların sirrini açırıq. Süni intellekt möcüzələr yaradır. Sən də istəyirsən, elə isə izləməyə davam et. Mən VO3 kimi süni intellekt alətlərindən istifadə edərək əla videolar yaradıram. Tamamilə pulsuz. Abunə ol, bildirişləri aç və kömək üçün mənə Instagramda @feridit yaz. Növbəti möcüzə yaradan sən ol, fürsəti qaçırma. Yəni bu tip çox videolar edə bilərsiniz. İstər oğlan səsi ilə, istər qız səsi ilə onu oradan düzənləyib seçib eləyə bilərsiniz. Video bura kimi idi. Videonun axıra kimi izlədinizsə təşəkkürlər. Bu tip videoları qaçırmamaq üçün kanala abunə olmağı unutmayın.